Ey ata, ey ana, siz gah Peyğəmbər salavatullah buyurub ki, kasıblıq fəxarətdir deyərək fəqirliyə üst tutursunuz. Gah da dua və ziyarətnamə oxuyub Allahdan və imamlardan var dövlət istəyirsiniz. Sizin gözünüzün qabağında məmləkətinizin var dövlətini qərbə daşıyırlar. Siz isə öz sərvətinizi qorumaq əvəzinə deyirsiniz: dünya nimətləri axirətdən binəsib kafirlərindir. Vaxt gələcək həsrətlə bizə baxar və yediklərini qaytararlar. Qoy aparsınlar. Amma dindar olmadığım halda milli sərvətlərimizin düşmən tərəfindən dağıdılmasının əleyhinəyəm. Çünki xalqımın varlanma yolunu bu sərvətin qorunmasında görürəm. İqtisadiyyatı inkişaf etdirmək üçün elmi-texniki tərəqqiyə, düzgün iqtisadi siyasətə ehtiyac var. Vaxtını dua oxumaqla keçirən siz cahil müsəlmanların hesabına kafirlər inkişaf edərək planetin nimətlərinə sahib durub.